Salam. Ərdəbildə olan bu acı hadisəni mən eşitdim. Əvvəl inanmadım, sonra gördüm ki, düzüymüş, təsmim tutdum gəlib danışam. Baxın, siz hesablayın. Qız uşağınız ola 12-13 yaşında. Gedəçün mədrəsədə deyək ki, bahalıqdır, geçinmək olmur. Qızı gəlib mədrəsədən götürüb aparalar. İndi kim bilir başına nə oyun gətiriblər, əllərində, polisin əlində qız uşağı ölübdür. Sonra gələsən, xanımının əlindən yapışasan, götürüb aparsan dadqaha ki, həqq axtarırıq da, ədalətimizi axtarırıq. Niyə gərək bizim qızımızı bu sözü dediyinə görə öldürələ bu məmləkətdə? Və çün gelib dadqahda etiraz eləyəsiniz, gözünün qabağında xanımını da götürüb aparıb təcavüz eləyərlər, özünü dəsbətləyərlər. Və sonra siz gəlib bu məmləkətdə deyəsiniz ki, hər şey yolundadır. Bilirsiniz, bu xanivadəni o zamanacan biz dərk eləyə bilmərik ki, özümüzün ya yaxınımızdakıların başına bu cür bir şey gələ, onda biz bunu dərk eləyə bilərik. Bunun Kamil nə dediyini bir özünüz qulaq asın, 2 kəlmə sözüm var. Allah belanı Allah! Mən Dağdar Munadi, Fərzənd Hərzi, Pedər Venus Munadi. Bu da mənim xanımımdır, Reyhan Yoldaşı. Yoxsa bir xanımın dadı işlərinin qabağında sığırdı, qızımızı öldürürsən. Ondan xanımın verdilər zindana. Apardılar zorla zindanda təcavüz elədilər xanımı. Mənim də qoluma dəstək vurdular xanımımla. Özümü xoş-xoşunu verdim. Xanımı apardılar zordan dəstək vurdular şənəsibdə təcavüz edəklər. Adamın bəzi. Bizi oradan tuttular, apardılar, fəqət dedi qızımızı nə üçün öldürürsünüz, özümüzdən dərs üçün. Bizim 2 kəlmə məclisində demişdi, bahalaq kesilməlidir, onun üstündə siyasilərdən öldürdülər qızımı. Oyanın, mərdim, oyanın! Qulaq astınız nə dedi? Baxın, biz o zamanacan ki, özümüzün və yaxınımızdakıların, dövrələrimizdəkilərin başına bu cür bir acı bir ittifaq düşməyə, gəlməyə dərk eləyə bilmərik bunların vəziyyətini. Amma buradan bir dənə bir mesajım vardı İran rejiminin özünə və tərəfdarlarına. Yadınıza salın, şah zamanı, şah qaçandan sonra şahın tərəfdarlarını savaki bu millət tutub neynədi? Maşına bağlayıb, çəkib vəsətdən şaqqalayıb, aparıb yarısını xiyavanın o bir tərəfində ağaçdan astılar, yarısını bu bir tərəfdə. Bu gündən sizə də var, bu gündən bu İran İslam terör rejiminin bütün tərəfdarlarına da vardı. Bayraq üçün çökərik diz vətən aşiqləri. Biz bu düz yolda mübariz vətən aşiqləri. Bizi dünya tanıyır biz vətən aşiqləri. Bizimlədir zəfər də uğurda.